Mevlayev Ruslan Kamil oğlunun anasıyam. 1974-cü ildə Ağdam rayonunda anadan olub, dünyaya göz açıb. 1994-cü ildə Füzuli rayonunun Qorğan kəndində şəhid olub. Allah ruhunu şad eləsin. Məqamını uca eləsin. Allah məqamlarını, bütün şəhidlərimizin məqamını yüksək eləsin ali dərəcədə. Onların şəhidliyini Allah qəbul eləsin ali dərəcədə. Kərbəla şəhidləri ilə, İmam Hüseynlə, Həzrət Əbəlfəz ilə, Həzrət İmam Əli ilə, Həzrət Fatimə Zəhra anı ilə, Həzrət Rüqayə xanımla, Həzrət Səkinə ilə, hamısı ilə birlikdə onları məqam versin. Allah şəfaətlərlə. Məqam versin. Bayramımız da mübarək olsun. Bütün şəhidlərimizin, bütün şəhid analarının, şəhid ailələrinin, qadınlarının, uşaqlarının, qohum əqrəbələrinin müqəddəs bayramı, Qurban bayramı mübarək olsun. Sağlam canla, gözəl günlərlə, müharibəsiz, zəlzələsiz, vəlvələsiz, təbii fəlakətsiz Allah bir dünya bəxş eləsin bu yazıqlara, bu yazıq millətə. Var olasınız. Allah kömək olsun. Mən də Kərimov Şahin anasıyam. Bugün Qurban bayramıdır, ən gözəl gündür. Bu Qurban bayramında bütün şəhid anaların, bacılarının, qardaşlarının, valideynlərini, hamının Qurban bayramını təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram. Amin. Cavid müəllim də onun dəstəsi ilə bir yerdə hamısına çox təşəkkür edirəm. Belə bir təşkil eləyir. Amin. Təşkil Hacı Salihə eləyir. də təşəkkür Bəli, Hacı Salihə də təşəkkür edirəm. Bütün şəhid analar adından, hamımız adına sizə öz minnətdarımızı bildiririk. Amin. Belə təşkil eləmiş şəhid anaların hamını bir yerə yığmışıq. Hamı bir-birindən bir yerdədir. Görüşürük, bir-birimizə tanıyırıq. Böyündə ən əziz gündür. Bu əziz gündə də hamıya uzun ömür, can sağlığı, şəhid analarını arzulayıram. Var olasınız. Sağ olun. Mən İsmail Yalçın Azadoğlu'nun anasıyam. Mənim oğlum Ağdərə uğrunda gedən döyüş Qızılqayada şəhid olubdur. Bugünkü gün ən əziz gündür. Bugün Qurban bayramıdır. Bu Qurban bayramı münasibəti ilə mən də bütün şəhid analarını, atalarını, valideynlərini, evlatlarını hamısını ürəkdən təbrik edirəm. Pirhan müəllim, Cavid müəllim, sizə də uzun ömür, can sağlığı arzu edirəm ki, bütün şəhid analarını hər Qurban bayramında bir yerə yığıb, onları bir-biri ilə tanışdırsınız. Allah sizi də həmişə var eləsin. Amin. Məmmədova Həsənin anasıyam. O da Ağdam Avcıqda rəhmətə gedib, şəhid olub. Allah Taala bütün şəhid analarına rəhmət olsun, dözüm versin. Onlara da Allah rəhmət eləsin, yerdə qalanlar can sağlığı versin. Sizə də Allah canınızı sağ eləsin. Bunu təşkil eləyən də Allah canınızı sağ eləsin. Allah hamıya ömür versin. Amma yaxşı ömür versin. Çox sağ olun, can sağlığı, bəli, yaxşı can sağlığı. Heç əmək olmur. Düzdür, biraz arsuzluğuna sağlıq deyirik, gürlük ki, amma ürəyimizdən çıxmır. Körpəydir. Sağ olun, var olun. Allah canını sağlasın. Mən Həsənov Seymur Nurəddinoğlunun anasıyam. Allah cəmi şəhidlərə rəhmət eləsin. Çox danışmayacağım. Bugünkü gündə Qurban bayramımızdır. Bütün müsəlman xalqının Qurban bayramını təbrik eləyirəm. Allah onların canını sağ eləsin. Bu süfrəni açanlara can sağlığı, ömür uzun versin. Biraz həyəcanlıyam, narahat oluram. Allah canınıza sağlıq versin, ömrünüz uzun olsun. Mən Zakir Uzaq, Akiboğlu anasıyam. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Analara, atalara can sağlığı, səbir versin. Allah sizin də canını sağ eləsin, Cavid müəllim, Pənah müəllim ki, buranı
təşkil edenlərə də çox sağ olsun ki, bizi dəvət ediblər bu oruçluq Qurban Bayramına. Çox sağ olun hər şey üçün. Allah qəbul eləsin. Can sağlığı olaraq. Allah köməkdə dursun. Çox sağ olun. Xoşver. Bir dəqiqə. Ha. Getdik Qarabağa da müharibəyə. Yaxşıdır, Ermənicə bilirdi. Onu tuta bilmirdilər. Başına pul qoymuşdular. Oğlunuzun adı soyadı nə idi? Müzeyev Müşfik. Müzeyev Müşfik. Aha. Ha. Başına pul koymuşlar ki onu sağ öldürək ona, elçi verək. Tuta bilmirdilər. Elə qəhrəman oğlu. Ermənicə danışırdı, tuta bilmirdilər. Ha, yaralandı, gəldi, balnisada yatdı. Məxəntərə döyüşdü, sonra da yaralandı. Belə buradan vurmuşlar, qulağızlarda eşitmirdi. Getdim bir dəfə, iki dəfə, üçüncü də getdim ki, Müşfik gəlsin da. Dedim, həkim dedi, Müşfik getdi. Yəni yaralı olmağına baxmayaraq gedib Yaralı bir də getdi. Allah ruhunu şad eləsin. Dedim, niyə gedirsən? Qal sabah get da. Dedim, buna bax, arvad, uşağım gələm yanımda yatan. Ya, geç gör bizim qız gəlinin başına erməni nə oynasın? Qala bilərəm mən. Bayramımız da mübarək olsun. Hə, sizlə belə bala. Allah sənin ömrünü uzun eləsin. Həmişə bizi yada salırsan. Allah köməyin olsun. Hə, sağ ol qazanım, sağ ol. Mən Mustafayev İsmail'in anasıyam. Şəhidam. Allah size ömür versin. Çox sağ olun. Siz ki belə təşkilat edirsiniz də, bizi belə fərəhlendirirsiniz. Allah canınızı sağ eləsin. Çox sağ olun. Bayramımız Bu bayramda hamının bayramını mübarək edirəm. Həmişə o bizi yada salır, həmişə. Var olasın ana. Əliyev Feyruzun anasıyam. Feyruz çox cəsur, çox qoçaq, dəyərli oğlan idi. Feyruz şəhid olmağına baxmayaraq, biz balamızla qürur duyuruq. Ona görə ki, düşmən qavanından qaçmayıb, canını qurban verib. Cəmi şəhidlərə Allah rəhmət eləsin. Şəhid anaları başınızı düz tutun. Qürur duyun ki, bizim balamız düşmən qavanından qaçmayıb. Allah hamısına rəhmət eləsin, can sağlığı versin. Bizi də sahib bura çağıran oğlanların Allah dünya ömrünün axırından başını uc eləsin. Ki bizim kimi şəhid anaları sahib bura çağırır. O bizim üçün böyük bir fəxridir. Sağ olun, var olun. Rüstəm Zala, Pəhlivan oldular Rüstəm Zala. Ha. Abi Salih sizə deyir, nə vaxt gəlsiniz? Sağ ol ay qardaş, sağ ol, Allah canı sağlasın. Allah ömrünü uzun eləsin, Allah canı sağlasın.